Deməli, Lambda API başlayırıq bu günləri izah eləməyə nəyi? Lambdaları, hansı ki, nədir lambdalar, nə üçün istifadə olunur? Lambda expressionlar ümumiyyətlə nə üçün bizim Java 8-dən sonra gələn anlayışımızdır. Hansı ki, Java 8-ə qədər belə bir anlayışımız yox idi. Lambdaları anlamaq üçün biz ilk olaraq bəlli iki dənə funksionallıqla tanış olmalıyıq. Bu funksionallıqlardan biri anonim klasslardır. Hansı ki, yəqin ki, lambdaları siz araşdıranda sizin qarşınıza çıxıb anonim klasslar. Ümumiyyətlə lambdalar nədir? Gəlin onu deyək. Funksiyanın, baxın, qısa izahı belədir. Funksiyanın gövdəsini təyin etmirik. Biz hər dəfə funksiyanı belə deyim də, funksiya təyin olunur bir sözlə. Sonra çağıranda onun gövdəsini təyin eləyirik. Lambdalar bu cürdür. Lambdaların işlənməsi üçün ümumiyyətlə bizim bir adda təyin olunmuş interfeysə ehtiyacımız var. Bunun üçün deməli biz nə edirik? İlk olaraq yoxlayaq. Görək işləyirmi yoxsa. So test run eləyək. Okey, işlədi. Deməli, biz lambdaları yazmağımız üçün bizim ehtiyacımız var dedik nəyə? Funksional interfeysə. Gəlirik onda, açırıq, bir dənə interfeys yazırıq. Okeymi? Java interfeysimizi təyin elədik. Ümumiyyətlə bir dənə bir şey deyək. Biz lambdalardan qabaq birinci nə etməliyik? Biz lambdaları təyin eləyərkən ümumiyyətlə lambdalar nəyin yerinə gəlib? Yəni lambdalara niyə ehtiyacımız var? Baxın buradan başlayıb etap-etap gedirik. Lambda interfeysimizi yaradırıq. Bu interfeys elə bir interfeysdir ki, onun içərisində məsəl üçün olsan birinci belə eləyək. Deməli necə bir Lambda ilə işləyəndə həmişə interfeys yaradırıq. Lambda, yox, baxın birinci mənasını anlayaq, görəcəksiniz ki, əslində lambda nədir? Lambda biz necədir? Əslində belə bir situasiyadır da. Bir metoddan ibarət interfeysi bir abstrakt özdə, bir abstrakt metoddan ibarət interfeysi implementasiya eləmədən istifadə etməyə icazə verir. Yəni bu nədir? Baxın, mən bəli, hər dəfə ya interfeysin özünü təyin etməliyik özümüz, ya da ki, hazır olan lambda interfeyslərdən istifadə etməliyik. Aydındır? Hı hı. Okeymi? Hı hı. Deməli, açıram, gəlirəm yazıram ki, mənim interfeysimizin adı nə olsun? İnterfeysim olsun, tutaq ki, test interfeys. Lambda. Lambda interfeys. Okey, təyin elədim. Bu interfeysimin içərisində baxın, abstrakt olaraq cəmi bir dənə metod olmalıdır. Artıq metod ola bilməz. Okey, lambda olmasını təyin etmək üçün. Amma lambdadan qabaq biz ilk olaraq başlamalıyıq anonim klasslardan. Birinci anonim klassı deyirik. İndi anonim klassı necə, yəni niyə lambdaya ehtiyac var da belə deyim də ora gəlirik hal-hazırda. Bir dənə interfeysim var mənim. Bu interfeysim public olsun. Public void yəni metod təyin eləsin. Tutaq ki, yazmaq metodu təyin eləsin. Okey. Bu Aha, mən deməli bu interfeysdən hansı elementi görə bilirsiniz? Hansı bəli, bəli. elementi təyin eləyirəmsə eləyim, o elementin deməli yazmaq adlı metodu olmalıdır. Okey. Mən Bəli. gəlirəm. Burada bir dənə bunun adı nədir? Lambda, düzdürmü? Lambda interfeys. Mən hər bir interfeysi tip olaraq da istifadə eləyə bilərəm da, doğrudur? Demişdik. Aha. Deməli nə yazıram bura? Lambda interfeys tipində bir dənə dəyişən təyin eləyəcəm. C Belə başa düşdüm ki, biz hazır interfeysdə istifadə edirik lambda ya da ki, custom eləyib də eləyə bilərik, hə? custom deyərkən ya hazır ya da ki, hə, bəli, custom. Hə. Hal-hazırda Hə. biz amma lambdaya gedən yol. Deməli biz hal-hazırda təyin eləyəcəyimiz anonim klassdır. Baxın, Bəli. anonim klass. Yəni ki, Aydınmı? klassımız məlum deyil, yoxsa? Klass bəli, məlum, belə deyim də, klassı cari anda düzəldirik də, aydınmı? Hə, Okey? hə, hə. Hə. Anonim klass. Yazıram bura, deməli nə olsun? Interfeys tipində bir dənə dəyişən təyin eləyirəm. Baxın, dəyişən olaraq. Klass normalda necə olurdu? Yuxarıda təyin olunurdu da, düzdür? Amma indi bir dənə baxın. Bəli, bəli. Deyirəm ki, var olmayan bir obyekti yaradacağım. İndi bir dənə bura baxın. A, B, C tutaq ki, bərabərdir dəyişən adıdır da. New. Okey. Baxın, Lam mən dedim interface gəlir. necə? Sonra lam interface gəlir, hə? Aha, bəli. Lam interfeys tipində baxın,
avtomatik olaraq gövdəsini özü doldurdu. Fikir verirsiniz? Bəli, bəli. Deyir ki, Bəli. lambda interface tipində bir dənə klass yaratdı. Baxın, obyekt yaratdı və o Hı obyekt hı. içərisində sırazı yazmaq. Buna Obyekt yaradanda özünlə metodu da gətirdi. yazmaq. Onu yox, əllə də yaza bilərik. Prosta indi bu bizə IntelliJ-nin verdiyi bir funksionallıqdır da. Aydındır? Okay? Ha, başa düşdüm. Bəli. Bunu buradan nöqtə vericilə qoyuruq. Bunun içərisinə yazıram ki, sort tutaq ki, yazmaq metodu işlədi. Okay? Gəlirəm bura. Baxın hələ ABC nöqtə yazmaq. Baxın, run elədim. Neylədi? Yazmaq metodu işlədi. Baxın, fikir verin, bunlara anonim klasslar deyilir. Anonim klasslar. Mənim bir dənə metodum var, yazmaq adlı və yaxud da bu hesablama da ola bilərdi. Ya bu heç bir, yəni problem yoxdur. Məsəl üçün tutaq ki, cəmi hesablayan bir metodum olsun. Cəmi Bəli, hesablayan bir metod adında interfeysim ola bilərdi. Burada artıq arqument qəbul edərdi o. bəli. Aydın? Mən nə Hı etdim? hı. Elə bir burada dedim ki, bir növ normalda nə etməli idim? Bu interfeysdən bir dənə data insert eləməli idim. Daha doğrusu klass yaratma, implementasiya eləməli idim. Düzdür? Sonra o klassı götürməli idim, içərisində bu metodu təyin eləməli idim və metodun gövdəsini yazmalı idim. Okay? Aydındır? Hı hı. Baxın, Bəli. lambda interfeyslərdə ümumiyyətlə diqqət eləməli olduğumuz bir məsələ var ki, bunlar necə bir interfeysdir? Bunlar, mən bura yuxarısına bir dənə bir şey yazın. Add, baxın, functional interface. Functional interfeyslərcədir bunlar. Okeymi? Yəni bunu Bəli. yazmasaq da işləyir, yazsaq da elə bir o override-dəki kimi də açıq və gizli məsələsi var da. Hə də Aydın? annotationlar da Bəli, bunlar. annotasiyalar, bəli, tamamilə doğrudur. Mən bura gəlib baxım public, tutaq ki, int cəm yazsam və desəm ki, Yəni kodumuza heç bir təsir eləmir bunlar. bəli, zaten təsir eləmir də. Hə, int yəni demək istəyirəm annotasiyalar heç bir şey Bəli, eləmir. bəli. Sadəcə Baxın, yox, təsir eləmir deyəndə məni bəzi kriteriyalara qoyur da. Baxın, mən bu formada yazanda mənə aha. dedi ki, sən mən demişəm axı bu funksional interfeys deyil. Hal-hazırda heç nə deməmişəm. Də heç nə demədiyimə görə problem verir və problem vermir, amma gəlir bu tərəfdə. Deklarasiya eləyəndə mənə mane olur. Aydındırmı? Mən gərək Hı burada nə -hı. etməliyəm? Gəlməliyəm, override eləməliyəm nəyi? Public. Bunun ən yaxşısı public void int cəm cəmin içərisində int a vergül int b və buradan da nə deyirəm? Yazıram ki, return a plus b. Bu formada belə bir şey yaza bilirəm. Aydındır? Okey? Bəli. Baxın, görürsüz. Amma mən bunu funksional interfeys təyin eləsəm, LAM bu mənə deyəcək ki, sənin təyin elədiyin bu interfeys funksional interfeys deyil. Niyə funksional interfeys deyil? Ona görə funksional interfeys deyil ki, deyir ki, funksional interfeyslər yalnız bir dənə element qəbul eləyir. Yəni yalnız bir dənə abstrakt metod təyin eləyə bilərsən sən bunun içərisində. İkinci abstrakt metodu təyin eləməyə icazə vermirəm mən sənə deyir. Aydındır? Hı Okay? -hı. Hı -hı. Bunu anladıq mı? Yəni o cəmə görə error verir. Cəmə görə error verir deyərkən, cəmə görə, bəli. Yox, burada cəm olmazdı. Baxın, məsələ cəm deyil. İkisindən birini silsək kifayətdir. Funksional interfeysin içində yalnız bir dənə metod təyin olunmalıdır. Yalnız bir dənə. Fərqi yoxdur. Bu Hə, hə, cəmdir, onu de, yo, fərqlidir. onu de, yo, 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 onu demək istəyirəm ki, yəni iki dənə metod olduğu üçün Bəli, error bəli. verir. Bəli, doğrudur, doğrudur. Bu arada mən bir dənə bir şey deyim. Bu təkcə indi bir şey deyim. Anonim klasslar görürsüz hələ lambdaya gəlməmişik. Ya sadəcə lambdadan qabaq biz anonim klasslar istifadə eləyirdik də. Nə edirdik? Bir dənə metod təyin eləyirdik. Elə burdakı aşağıda cəmi təyin etməmək üçün deməli funksional inter. İndi belə eləyək də. Gəlin bunu belə eləyək. Bunu da belə eləyək. Bunu buradan bağlayıram. Bunu da buradan bağlayıram. Bu formada da işləyəcək bu. Nə yazıram? Yazıram ki, sort cəm 2 nöqtə yazıram ki, ABC nöqtə cəm və nə edirik burada? Deməli A olur 23 45. Run eləyirəm.
Baxın, təyin elədik. İndi bura bir dənə baxın. Mənim bir dənə burada dəyişənim oldu. Bu anonim klass vasitəsilə yazan bir dənə dəyişənim oldu. Bu dəyişən mənə cəm funksiyası üçün bir dəfə bunların cəmini qaytardı. Düzdür? Aydındır mı? Hı hı. Hı Amma hı. məsəl üçün mən ikinci bir dənə dəyişən təyin eləyə bilərəm. Lambda interface tipində A, B, C, D olar. Bərabərdir new lambda interface təyin elədik. Bu da belə eləyər. Return A vurulsun B-ni qaytarar mənə. Eləyə bilərəmmi? Əlbəttə eləyə bilərəm. Okeymi? Nöqtə vericili proses sonuna qoyaq. Nə yazıram? Yazıram ki, bu dəfə də yazıram hasil A, B, C, D. Okey? Run eləyirəm. Deməli, mötərizədən də sonra orada nöqtə vergül gəlir. Hansı bunu deyirsiz? Bu sondadır. Bəli. Əlbəttə, əlbəttə, Bəli. bəli. Burada hə. Çünki elə bir mən metod təyin elədim də burada. Elə bir anonim Bəli. klass təyin elədim. Deməli biz lambdaya gedən yolda ilk olaraq tanış oluruq nə ilə? Anonim klasslarla. Okay? Bəli, bəli. Və burada bizim bir də annotasiyamız var ki, funksional interfeys annotasiyamız var. Yəni Hı hı. funksional interfeys olanlar da bütün lambdalar funksional interfeys tipində olmalıdır. Okay? Və bunun içərisində nə təyin eləməliyik biz? Bunun içərisində lambda belə deyim də, metodlarımızın gövdəsini hər dəfə fərqli formada təyin eləyə bilirik. Bu birinci məsələ. Bu arada bunu təkcə anonim klassları təkcə şeydən almırıq biz. Necə deyim, bu yazmağı buradan götürüm onda. Anonim klassları biz təkcə interfeyslərdən almırıq. Eyni zamanda subklasslardan da, yəni super klasslardan da ala bilirik bunu. Necə eləyərik? Mən bir dənə elə burada bir dənə super klass yaradım sürətli formada. Super klass, super klass yazdıq bunu. Bunun içərisinə nə yazıram? Bunun içərisinə yazıram ki, bir dənə nəyimiz olsun? Bir dənə funksiyamız olsun. Public nə yazaq bura? Public. Nəsə versəm ekrana kifayətdə hesablama falan qoymama ehtiyac yoxdur ki. Tutaq ki, Hı. test. Baxın, testimiz var bizim. Test super klass olan test nə edir? Gəlir, e, çağırır nəyi? Deməli, Saud super klass test işlədi. Okey, tamam mı? Bir dənə Hı super. hı. İndi baxın, bu klassın indi biz içərisini dəyişəcəyik. Bu da burada qalsın sağ tərəfdə bu super klass. Bunları ala bilərəm kommentə. Bəli. Öncə alaram. Belə eləyək. Bunu da silim. Bunları alıram kommentə. Okey. Keçirəm burada bir dənə super klass tipində bir dənə dəyişən təyin eləyirəm. Deyirəm ki, bu super klass tipində bir dənə dəyişəndir. Adı olsun, tutaq ki, SC super klassın qısaldılışı. New, baxın, super klass belə bir şey görməmisiniz hələ indiyə qədər. Super klass blok açıldım, anonim funksiya budur. Baxın, anonim klass budur. Funksiya yox, üzr istəyirəm. Anonim klass budur. Və deyirəm ki, mən override eləmək istəyirəm. Nəyi override eləmək istəyirəm? Deməli, add override public bunu. Public. Normalda nə deməli idi? Normalda deməli idi ki, superklass işlədi, düzdür? Amma Bəli. deyirəm ki, burada da deyirəm ki, main-in içindən. Main superklass işlədi. Yəni main-in içindən. Baxın, gövdəsini dəyişdim funksiyanın. Fikir verdiniz? İndi nə Hı hı. edirəm? SG nöqtə test run eləyirəm bu formada main-in içində. Baxın, normalda bu mənə bunu qaytarmalı olduğu halda mən burada klassdan obyekt yaradarkən nə etdim? Anonim olaraq, yəni anonim funksiya olaraq bunu dəyişdim. Aydındır? Daha doğrusu anonim klass olaraq təyin elədim. Anonim klass olaraq. Normalda necə olmalı idi? Bu formada olmalı idi da, düzdürmü? Burada bitməli idi də bu, düzdür? Bəli, bəli. Mən nə dedim? Mən dedim ki, mənə buradakı lazım deyil. Mən bunun içərisindəki bu metodu override eləmək istəyirəm. Bir dənə obyekt yaradıram da bunu korlamadan da və yaxud da bunun sabını almadan. Okay? Bəli. Tamam mı? Bəli. Bu hissə aydındırmı? Ümumiyyətlə Hı hı. anonim klasslar aydındır.
Bəli. Həm interfeyslərdən sizə deyilə bilər ki, belə bir şey var, interfeysdən deyir deyə obyekt yaratmaq olmur, düzdürmü? E? Bəli. Okey. Obyekt yaratdıq. İndi məsələ nədir? Amma obyekt yaradandan sonra da onu təyin elədik də, burada fikir verdinizmi? Okey. Aha. Əla. Məsəl üçün, burada bu belə cavab qaytarar. Aşağıya keçərəm. Baxın, superclass tipində bir dənə dəyişən təyin eləyərəm. B, C, C bərabərdir new superclass. Baxın, artıq fərqli cavablar qaytaracaq. Mən bunun içərisindəki override eləyəcəm. Nəyi? Public void nədir bunun adı? Test. Baxın, buradakı test tamamilə fərqli cavab qaytaracaq. So, yazıram ki, salam dünya. Normalda heç vaxtı belə bir şey görməmişik də biz, düzdürmü? Eyni klassın, bir indi yazaq bura. B, S, CSC. test, run eləyək. Baxın, eyni klasın metodları, eyni adlı metodu, baxın, superklassdır, Hə, superklassdır, bildim. Hə. düzdür? Eyni Sən adlı fərqli metodu, əməliyyatlar elədi də, bəli, belə fərqli gətirək. əməliyyatlar elədi. Biz bunu da polimorfizmlə falan eləmədik, ha. Biz bunu neylədik? Bəli. Belə deyim də, anonim klasslarla elədik. Yəni Mhm, lambdaya mhm. gedən yerdə yolda anonim klasslar çox vacib bir mövzudur. Okey? Anonim Bəli. klasslarla bağlı sual varmı? İndi bunu biz istədiyimiz qədər böyüdə bilərik də. Yəni mən bura sadə bir dənə test yazmışam, nə olub? Və Bəli. bunun içində başqa funksionallıqlar falan qoymuşam, nə dəyişər də? Yəni fərqi yoxdur ki, yəni böyük klass yazmağa ehtiyac yoxdur. Aydın oldu da, düzdürmü? İstəsəz siz özünüz Bəli. böyüdə bilərsiniz də bu klassı, düzdür? Xüsusi halından. Bəli. Doğrudur? Mhm, bəli. Əla. İndi nə edirik? Keçək indi lambdalara. Bəs biz lambdalar üçün bunu necə eləyəcəyik? Yəni biz okey, təyin eləyirik superklasslardan, yəni belə deyim də anonim klasslardan bunu elədik. Lambdalarla bunu necə eləyərik? Lambdalarını eləmək üçün yenə də lambda özündə funksional bir interfeys təyin eləməyimizi istəyir. Yəni biz nə edirik? Gəlirik yenə də bir dənə buna toxunmaq istəmirəm. Bu superklassların olsun. Yox, superklassların olmasın. Elə buradan bağlayaq bunu. Okey, elə Siz eyni indi şeyi göstər. nə İndi lambdaları göstərin? göstərin. Bildim, bildim. Lambdaları göstərim. Yenə mənim bu interfeysim var. Baxın, diqqət eləyin ha. Yenə funksional interfeys tipində olmalıdır. Yenə fərqi yoxdur. Bu funksional interfeys annotasiyasını yazmaya bilərsiniz. Amma içində bir dənə nə olmalıdır? Metod olmalıdır. Bir dənə abstrakt metod olmalıdır. Okey? Tamammı? Bəli. Mükəmməl. Lambdaların ilk olaraq sintaksi ilə sizi tanış edeyim. Lambdaların sintaksi çox bəsitdir. Deməli, sintaksi olaraq bu cür yazılır. Bu formada ox işarəsi və gövdə. Əgər bir sətirdən ibarətdirsə, bu bloka ehtiyac olmayacaq. Yəni lambdaların sintaksi bu cürdür. Okey? Bəli. Tamam. Əla. İndi gəldim, mənim əlimdə nə var? Bir dənə lambda interfeys var. Düzdür? Lambda Məsələn, altıda gəl bir. hələ ki bunu sadə eləyəcəm. Lambda interfeysi ilə, onda lambda interfeysi oradakı biraz böyüyəcək birazdan. Ona görə interfeysi dəyişim bir dənə. Buna yazıram. Lambda interfeys 1, li1 yazıram buna. Okey. Tamam. Bəli. Öz çaşdırmasın da sizi. li1. Bunu gətirirəm. Bunları bağlayıram, bunları bağlayıram. Bunu gətirirəm bu tərəfə. Bunu gətirirəm, bura qoyuram. li1. Okay? Bu sintaksi unutmayın. Həmişə bu sintaks belə olacaq. Bunun içində hətta arqumentlər ola bilər. Arqument. Okay? Bunun içində Mhm. nəsə əməliyyat aparacaqsa, lambdaların avantajı çoxdur. Məsəl üçün maplərdə, collection tiplərinin içində filan çox istifadə edəcəyik. İndi birazdan göstərəcəm nümunələrə. Deməli nə edirəm? Eli1 mənim lambda interfeysimdir və içərisinə gəlirəm, bir dənə metod təyin eləyirəm. Metodum olsun, tutaq ki, yaz. Yaz adlı bir metodum olsun. Və yaz adlı metodumun belə olsun da public static void main, static olmuyor, void main, void yaz. Okey.
İndi keçirəm bura yaz adlı metodu təyin edəcəm. Yaz adlı metodu li1 adlı dəyişəndən təyin edəcəm. Tutaq ki, bu olsun L. L adlı bir dənə metod bərabərdir. Baxın, bu Siz form o li1-i interfeysin yanındakı ada görə elədiniz, yoxsa başqa şey də bəli, yaza bunun bilərsiniz? adına görə, bunun adına Hə, görə. hə, bildim. Okeymi? Şey ehtiyac yox, dəyişmə ehtiyac var. Çaşdırmaz. Yəni onu dəyişəndə yox, yəni demək istəyirəm ona uyğundur, yoxsa Baxın, ki başqa ona şey də yazmaq uyğundur. olar? Yəni bu nə Hə, deməkdir? bildim, bildim, Siz bildim, gəlib bildim. buradan adını dəyişsəz, bunun adını tutaq ki, qoysaz ki, məsəl üçün Yox, yox, onu bildim, onu dərs, bildim. dərs qoysaz, okey. Aha, o Bunun da adı dəyişəcək. dəyişəcək. Bunun adı dəyişəndən kimi avtomatik bu da dəyişəcək. Hə, o da Tip dəyişir, hə. olaraq. Okey? Tamam. Mhm. Dərs adlı deməli, interfeysim mən burada bir dənə tutaq ki, metod təyin elədim. Adı olsun metodun nə? Yaz adlı metod. Yaz adlı metod bunun amma bundan heç bir əlaqəsi yoxdur. Bura Tamam. X də yaza bilərəm. Okey. Deyirəm ki, Bəli. dərs interfeysindən dərs interfeysi tipində olan yaz adlı metod bunu mənə qaytaracaq. Sound Test adlı. test adlı metod mənim. Salam Aha. dünya. Okey. Tamam. İndi keçirik aşağıya. Yazıram bura ki, deməli, nə idi adı? Test nöqtə yaz. Bir də bura baxın. Run. Baxın, Tamam. salam gövdəni bu formada təyin elədim. Hə, bunu baxın bu belə eləyirik bu formada. Əgər bu formada da yaza bilərəm. Əgər bir sətirlik kod yazacağımsa bu formada da yaza bilərəm. Hı -hı, bəli. Okey, onu demişdim Amma də. əvvəllər belə idi ki, obyekt yaradırdıq. Obyekt yaradırdıq, içərisinə nələr qoyurduq. Amma indi nə etdik? Dedim ki, mənim test adlı metodum bunu qaytaracaq. Okay? Və yaxud içəridə belə bir şey yazıram. Aşağıda başqa bir şey qoyuram. Dərs adlı bir tutaq ki, A1 yaradıram. Bərabər qoyuram. Ox işarəsi qoyuram. Yazıram ki, Sound hello run elədik. Okay. Və bunu nə edirəm? Run. Burada A1 metodu yaratdınız. A1 obyekti elə bir yaratdım. A1 obyektinin yazı. Baxın. A1 obyektin yaz metodudur bu. Bu elə bir gedir biz harda oturur? Baxın bunun içində oturur. Yazın içində oturur. İndi o Baxın. A1 nöqtə yaz metodunu kommentə alsaz, o söz çıxmır da, hə? Heç bəli çıxmayacaq. Run eləyək. Çıxmır. Bu salam dünyada Hə. testdən çıxır da baxın. Bəli, bəli. Elə bir funksiya təyin elədim də. Yəni burada yeni bir şey yoxdur ya. Sadəcə funksiya təyin elədim. Yəni orada qorxacaq, necə deyim, çəkinəcək heç nə yoxdur. Aydınmı? Okay? Başa düşdünüz bunu? Bəli, bəli. Hə, bu arada interfeys təkcə bir sətirlik mi olmalıdır? Məsəl üçün mən nə deyirəm? Dərs 2-nin içərisində A2 bərabərdir. Təkcə bir sətirmi verməlidir? Xeyr. Sod salam Ali. Salam Sən gözün Akif. gəlmir. Salam Cəfər. Nöqtə vergülü bir daha qoymalıyıq. Run edirəm. Ha, işləməyəcək çünki A2 nöqtə yazıram. Okay. Görürsüz? Yəni bu metodun gövdəsini istədiyim kimi hər dəfə təyin eləyə bilərəm. Başa düşdünüz? Aydındır? Bəli. Anonim yox. Nədir bunun adı? Amma burada anonim deyil. Yox, bu Hə? anonim deyil. Bu lambdalardır. Aha, bildim. Okay. Arrow function deyirlər də buna JavaScript-də. JavaScript-də də bunun eyni qarşılığı var. Arrow functionlar gedir bura. İndi məsəl üçün tutaq ki, deyim ki, A üstə gəl B bir əməliyyat eləyirəm də. Onu necə yazarıq? A üstə gəl B-ni təyin eləyəcək bir əməliyyat yazmaq istəyirsiniz də, düzdürmü? Keçirik bura. Məsələn, hə. Yazıram ki, public void yox, Çox üzr istəyirəm. A üstə gəl B eləməyək. Məsəl üçün bəlkə iterasiyanı göstərəsiz. iterasiyanın nəyini göstərək burada? Məsələn, lambda onlardan işləm. Məsələn, bəlkə də Yox, başqa ora şeylə hələ qarşı. gələcək. O dediyiniz Hə, şey tamam. streamdir. Streami deyirsiniz siz. Elə, hə, tamam, tamam. Stream. Yox, streami hələ gəlir. Streamin özünün ayrı O metodu iki var. nöqtə var idi, onu deyirdim. Yox, o iki nöqtə forun içində istifadə etdiklərimiz mi deyirsiniz, yoxsa bir nə deyirsiniz? 4 nöqtə.
2 nöqtə yox, belə. Hə, 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 hə. 4 nöqtə. Yox, onu göstərəcəm. Hələ bir dənə bura Hə, ilə tamam. bitirək. Bu hələ bitməyib axı. Bitirək bunları. Belə deyim də, Hə, bil. siz ola bilsin ki, ancaq bunu işlətdiniz kifayətdir, amma bunun situasiyaları var. Biz bunun üstünə bir də Bəli, qayıtmayacağıq demək olar ki, ona görə mən hamısını göstərməliyəm. Aydındır? yaxşı. Bir bitirək də lambda ilə. Baxın, lambdanın bu parametrsiz istifadə olunanlarıdır. Okay. İndi lambdanın mən məsəl üçün parametrdən istifadə olunanlarını göstərim sizə. Bu da çox belə deyim də, çətin bir şey deyil. Nə edirik? Keçirik bura. Yazıram burada public eee, string yox, integer olsun. Integer int sadə tip qaytarsın. Tutaq ki, hesab integer tipində oy, int int tipində A gəlsin, int tipində B gəlsin. Okay? Əla. İndi baxın, avtomatik olaraq error. Nədir? Niyə error verir? Biz niyə error verir? Deyir ki, funksional deyil interfeys olmalıdır bu. Mən bunu burada gizli formada təyin eləmişəm də, gəlib bunu yuxarıya Bəli. yazsam ki, funksional interfeys, artıq o mənə burada error verəcək ki, sən nə edirsən? Nə iş görürsən burada? Yəni bu olmaz. Aydındır? Hı Okay? hı. Yəni bir dənə olmalıdır. Mən də deyirəm ki, bu dəfə yazı olmasın, içində hesablı olsun. Bunları da alıram kommentə. Okay? Hı hı. Aldım kommentə. İndi gəlirəm arqument nə olanı təyin edirəm. Tutaq ki, dərs adında A1 var, bərabərdir. Deyirəm ki, bu bir dənə lambda olacaq. Bunun içərisini edirəm. Təyin edirəm gövdəsini. Okay. Necə eləyirik? Bayaqki kimi eyni ilə. Bura bir dənə string A, integerlə işlədik hə? Mən adətən for each göstərirəm. Int A olmaya bilər bu. Bu arada int k oxu göstərdik və belə bir şey deyirəm. Deyirəm ki, return nə olsun? A plus B. E, bunu da A plus B, I plus K. Okay. Void tipində yazmışam, yoxsa integer tipində? Integer tipində təyin eləmişik bunu. Burada nəsə yolunda getmir. Bir dəqiqə mən burada nəyisə düzgün eləmirəm. Baxaq. Yazdıq bunu integer tipində. Tık 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 tık. Dərs tipindədir də. Hə. A1 int A, int B nöqtə vergül. Ha, yox, düzdür. Nöqtə vergülü qoymağı unutmuşam. Deyirəm, axı, nəyi səhv yazmışam. A1 nöqtə hesabla. Baxın, 12,10 23. Cavab bunu solve eləməliyik də bu arada. Deməli, int k bərabərdir sort k. Neynir bu? Bir dənə baxın. İkisini cəmdə 31. Hə. hesablayır. Aydındır? Hə, Hı tək hı. sətir əməliyyat yazacağımsa, neyniyərəm? Gələrəm bura. Okay. Bu formada. Baxın elə. Görün nə qəşəngdir. Təsəvvür edin. Cəm bunun adı olsun nə? Bunun adı olsun kalk. Kalk hesabla. Və Hı yaxud da hı. bunun adı olsun nə? Cəm hesabla. Cəm hesabla. Cəm adlı metodumuz. Okey, əla. Bu cəmi hesablayır. Doğrudur. Baxın, kopyaladım. Eyni metodla fərq hesablamaq istəyirəm. Düzdür? Bunun adını Bəli. fərq qoyuram. Fərq hesabla. Bunları gəlin belə eləyək. Bir dənə burada blok açıram. Okey. Sonra bir dənə burada blok açıram. Burada fərq hesabla. Hı hı.
Baxın, biri ikisinin cəmini tapacaq, biri ikisinin fərqini tapacaq. Görürsüz? Bəli, Yəni funksiyanın gövdəsini mən artıq funksiyanı çağırarkən onun gövdəsini dəyişə bilirəm. Fikir verdinizmi? bəli, bəli. Bunlar adlanır lambda Məsələn, funksiyalar. Buyurun. məsələn, for içi necə yazaram lambda ilə? Nəyi? For each-i Aha, hə. for each eləmək istəyirsə, datanı Bəli, götürür, bəli. for each eləmək. O Bəli, bəli. collection tiplərdədir, o stream API-dadır. Səbirli olun, indi onu göstərəcəm nərə. O stream API mövzusundadır. O for each-in lambda ilə yazılması. Baxın, biz hələ təyin elədiyimiz for each asan, çox asandır. For each-in içərisinə bir də ox işarəsi qoyacaq. Deyəcəm ki, gələn collection-ı şey elə də, belə deyim də, çölə ötür. Amma sizin görmək istədiyiniz bilirəm, o 4 ona şey deyirlər də, funksiya referansı deyirlər. Funksiyanın referansı vasitəsilə iş görmək. Aydındırmı? Amma Həm də ki, məsəl üçün siz yazdığınız kimidir və orada for each yazılır da. Məsəl göstərəcəm üçün. onu. Mən onu Hə. göstərəcəm. Onu səbirli olun. Prosta məsələ nədir? Və biz siz nətər məsəl üçün list.for each mötərizədə is ox işarəsi system out nə bilim is belə bir şey. Sadə bir şey məsəl üçün deyirəm. Mən tam tuta bilmədim. Məsəl üçün prosta o listlərləndir də, düz deyirsiniz. Bəlkə də stream API-lərə gəlib çıxır. Listlə. Ə, bir dəqiqə mən istəyirsiniz atım sizə Yəni çatı. siz mənə desəz tam olaraq nə deyirsiniz? Mən ona görə Bir siz dəqiqə. İndi mən atım. Attım sizə. anlayın baxaq. Zoom-da. Ha bu stream API-lərdir. Bunu bu yox. Hə. Bu Hə, ikinci tamam. stream API-dir. O problem nə? Hətta orada daha mürəkkəbdir. Onun daha sadəsi var bu arada. Yəni onun Bəli. daha sadə yazılışını da göstərəcəm sizə indi ki, orada siz Hı -hı. mürəkkəb hələ çox mürəkkəb üsulunu görübsüz də. Aydınmı? Okey. Bəli. Parametrlərlə anladıq mı? Bəli. Nəsə sual var bura ilə bağlı? Xeyr. Okey. İndi gəlin belə eləyək. Sizin dediyiniz kimi bir iş görək. Lambdaların ümumiyyətlə string belə deyim də streamlərin içərisində görünməsi. Bəli. Deməli lambdaların Elə başa düşdüm ki, lambda elə bil ki, çox kodun qabağını alır, daha çevikdir. əlbəttə. Baxın, çevik çox sürətli formada təyin olunur. Çox kodların çoxlu yazılmasının qarşısını alır. Bir Hı -hı. sözlə belə deyim. Məsələn, baxın, hesablarını mən düzəltmək üçün cəm üçün ayrı bir şey düzəltməli idim. Fərq üçün ayrı bir şey düzəltməli idim. Görürsüz? Amma nə etdim? 2 dənə hazır metod düzəltdim. Tap. Baxın, bir sətrə cəm, bir sətrə Bəli. fərq. Bəli. Görürsüz bir sətrə. Hə, bu arada həmişə belə bir sətrəm olacaq. Xeyr. Mən bayaqları sizə dediyim kimi də, məsəl üçün bura blok qoyaraq artıq buna mən gövdə də təyin eləyə bilərəm. Yəni baxın blok qoyuram bura, gövdə təyin eləyirəm ona. Ki, yəni bax bu gövdənin için return yazmadım. Return. Bax bu gövdənin içindəkiləri oxumalısan. Yəni ola bilər ki, Cəm burada bunu tapır, amma məsələn başqa birində Əbo backup tapar. Misal üçün nə edirəm? Mən gəlirəm bura, yəni adətən lambdalar deyəndə belə yadda qalır. Məsəl üçün gəlirəm bura, bunu kopyalayıram aşağı. Yazıram bura nə? Əbob. Əbob. İynə alır, beyin alır da, düzdürmü? Burada Hı -hı. yazıram əbob hesabla. Əbob hesabla, düzdür? Əbob Bəli. hesabla. Bu şey nə olacaq? Mən bunun içərisini bu formada şey eləyəcəm, belə deyim də, təyin eləyəcəm gövdəsini. Hara getdi bu formada və burada da belə bir şey eləyəcəm. Deyəcəm ki, while tutaq ki, A fərqlidir, A deyil də burada. I fərqlidirsə K-dan belə elə. If oldu bunu. I böyükdürsə K yazırıq bura ki I bərabərdir I minus K. Yəni I minus bərabərdir K. Else halda K minus bərabərdir I. Okey, səliqəyə Hı -hı. salaq. Ən sonda da return I. Okey, əla. Yerləşdirdik. Baxın, bu əbob hesablayır ona qalsa. Baxın, bu metod. İndi mən bura gəlirəm. 12 ilə 23-ün əbobı görək neçədir? 1. Baxın, 1 qaytardı. Bir dənə bir şey deyin. 8 ilə yox, 8 deməyə də.
Mesela 12 istiyorsunuz. Və 12, 24. 9 ilə 21-in əbabı görək neçədir? 3. Baxın, görürsüz? Aydındır mı? Burada əbabı hesabladı. Yəni baxın, bir dənə təyin elədiyim hesabla metodu bir neçə dənə işi görə bildi mənim üçün. Aydındır mı? Bəli, Okey. bəli. Başa düşdünüz? Okey. Yəni lambdalar çox funksional bir şeydir. İndi birazdan göstərəcəm. Siz bu günə qədər o collectionlarda for each falan yazırdınız. Onu görəcəksiniz ki, Hı nə -hı. qədər asan variantda yazmaq olur. Biz yadımıza gəlir, qoyurduq for each, sonra for each-in içərisində dəyişənləri təyin eləyirdik və s. Baxın, həmin o Bəli, iterasiya onu artıq bir sətrə sizin atdığınız kod belə orada mürəkkəb qalır da o kod. Aydındır mı? O kodu mən bir dənə bəli, kopyalayım. Götürüm burada özüm üçün not alacağam qıraqda. Baxın burada bir dənə not alacağam özüm üçün. Axırda bir dənə müqayisə eləyərik onu. Oldu mu? Okay? bəli. Tamam. Əla. Deməli belə. Lambdalarla bağlı, bura ilə bağlı, bura qədər nə sual var?